Salam dostlar. Bu da benim yay nərgizlərim. Açdılar. Bu il deyəsən bunlar tələsdilər yenə. Gözəlliyini görürsünüz də. Bunlar həm iridir və həm də qoxusu yoxdur. Gözəlliyi var ancaq, gözəlliyi. Qönçə şəklində lap gözəl görükürlər. Burada da hamısı açıb. Düzdür. Hiss olunur ki, yarpaqların sayından hiss olunur ki, yerin altında soğanaq çoxdur. Ancaq gül açan soğanaqlar azdır, görürsünüz. Qumdur ki, qida çatışmır. Bu il Allah qoysa bu klumbanın formasını dəyişəcəm. Münbit torpaq tökəcəm bura ki, daha gözəl olsun. Burada piyon kolu var. Ayılıb o da artıq. Fikir verin. Mən elə bilirdim qurudu. Piyon çünki çox istəyə davam eləmir. Ancaq qurumayıb. Qırmızı tumurcuqları görürsünüz də. Hazırlaşır qalxmağa. Bu yay bunu qoruyum gərək mümkün qədər. Bu jasmin də ki, hamıdan tez ayılır. Çiçəkləri əvvəl oldu, lap soyuq havalarda. Çiçəkləri açdı. Dedim, heç nə, şaxta olsa qurudacaq ağacı. Ancaq üzümüzə Allah baxdı. Çox da şaxta olmadı. İndi yarpaqları da açır. Çox gözəl rəngdədir. Yaşılın qeyri-adi tonunda. Bu da istiyə çox dözmür. Bir tər güclə saxlayıram bunu. Tez-tez sulaya. Bir özünü tam tutsaydı, yaxşı olardı. Burada zambaqlar üçün bir klumba düzəldirəm. Böyük ehtimalla bu il zambaq görməyəcəm. Yox, birini görürəm. Oy, nə gözəl sürpriz. Çox gözəl sürpriz. Qırmızı olacaq yəqin ki. Burada bunları belə yerləşdirmişəm. Yeri də nişanlamışam. Bəlkə biraz böyütdüm. Ətrafını daşla fiksasiya edəcəm. Yeşikləri örtənə qədər də münbit torpaq tökəcəm. Hələlik gözləyirəm bir balaca yarpaqlar qalxsın. Sonra torpaq töküm. Artıq buranı dəyişməyəcəm. Bura stabil zambaq klumbası olacaq. Düzdür, bir-iki dənə də muskariya əkmişəm bura. Bunlar lap çoxdan açıb, bu muskarilər. Gözəllər. Rəngi çox gözəldir. Burada bir dənə də qönçə görürəm. Lap uzaqda. Gözəl. Çox gözəl. Bəzi dipçəklərim boşdur. Onlar da gələn il Allah qoysa istədiyim rəng tapsam, onları oraya əkəcəm. Bu da mənim gözəlim.
Badam ağacı, badam. Artıq arılar işləyir. Maşallah, maşallah. Ne gözəldir. Külək qoysa, bu il badamı çox olacaq. Görək başqa nə var. Bu da başqa bir badam növüdür. Çiçəyi azdır, ancaq yenə də olsun. Mən sevinirəm ki, qurumadı bu il bunlar. Çox istilərdə bağa gələ bilmirdim. Suyu aça bilmirdim. Çox narahat idim ki, ağaclarım quruyar. Bu da badamdır. Çox maraqlıdır. Düzdür, müxtəlif yerlərdən almışam mən bu badamları. Hərəsinin bir cür rəngi var. Bundan qabaqki rəngi lap çəhra idi çiçəkləri. Bu ağac alır. Tam ağ deyil ancaq ki ağac alır. Sevindim. Bunlar qarağatdır, ayıldılar artıq. Ne güzel. Bu ikisi tam ayılıb. Bunlar hələ yox. Bunların tumurcuqları şişib. Ancaq yarpaq görmürəm. Yəqin gecə ayılanlardandır. Burada tumurcuğu tam şişib. Bir cökə ağaclarına da baxaq. Bu alçadır, göyçə. Maşallah bu il çoxlu çiçəyi var. Ağaclar demək olar ki, düzdür, çox deyil, ağaclar da deyirəm. Çox əziyyət çəkirəm mən burada ağac yetişdirmək üçün. Demək olar ki, ildə çiçək açırlar. Ancaq Abşeron küləyi imkan vermir nəsə qalsın. Əriydi. Bu da hazırlaşır çiçək açmağa. Bir dənə də ərik ağacım var. Bir dənə ona da baxaq. Alaq artıq götürüb aləmi yenə. Oy maşallah, maşallah. Bunun bir budağı tam çiçəkdir. Tam açmayıb ancaq. Tələsməsə yaxşıdır. Bu da gavalıdır. Bir gözəl sortdur. Keçən il bunun üstündə bircə dənə gavalı qalmışdı. Möhkəm onu saxladı ağac. Bütün küləklərə dözdü. Onu yedim, bir gözəl dadı vardı. Maşallah bu il nə qədər gül açıb. Evkaliptin də vəziyyəti yaxşıdır. Burada. Ancaq alaq həddindən artıq çoxalıb. Qızılgüllər də təzə yarpaq verdi artıq. Ağaclar hamısı tərpənmiş. Maşallah. İnnab ağacı heç bir formada tərpənməyib. Heç. Çox maraqlıdır.
Bunlarla başladık. Bunlarla da bitirək. Əsl nərgizlərin əvəzinə gəldilər. Göz oxşayırlar. Sağ olun dostlar. Görüşərik. Kanalıma abunə olun. Mənə dəstək olun. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.